Bugün Culfa rayonunun Xodkeşin kəndindəyik. Həccə xala gələ gəlmişik. Rəhmətli Şah Hüseyn dayı həyat yoldaşı idi. Mən uşaq idim bura gəlib gedəndə. Çox, həm də bacım bu evdə gəlindi. Çatağın başının üstündən belə gəlirdi. Gəlirdi, bir yastı daş var idi. Cacıqlının, zaten çadır daşın başında bir yastı daş var idi. Çıxıb orada oxuyurduq. Hə, mahnı oxuyurdu. Oxuyurduq. Nə mahnılar oxuyurdu zaten? Oxurduq deyirdi. Ala gözlüm, səndən ayrı düşəndən, hicranı coylumda kef eyləmişəm. Eşitmişəm, incimisən dilimdən, incimə mən ölüm səhv eyləmişəm. Ay maşallah, maşallah. Belə o dönəmdə sizin üçün ən belə maraqlı xatirələr nə idi? Hələ çayın. Çay içə danışaq. Çay Bismillah, içə. xurma verim mi? Yox, hələ